Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş keçirilib. Danışıqlar Vatikanda Papa Fransiskin dəfn mərasimi öncəsi baş tutub. Əsas diqqət Rusiya-Ukrayna müharibəsinin gedişinə və atəşkəsə yönəldilib. Trump, Rusiya prezidenti Vladimir Putinin Kiyevə qarşı həyata keçirdiyi hücumları tənqid edib. O, dərhal sülh razılaşmasının əldə olunmasının vacibliyini vurğulayıb. Danışıqlar 15 dəqiqə davam edib. Müzakirələrdən sonra Ukrayna prezidenti sosial media hesabında görüşdə əsas diqqətin atəşkəs yollarına yönəldiyini bildirib. Trump isə Rusiyanın münaqişəyə son qoymaq istəyinə şübhə ilə yanaşdığını söyləyib. Bəlkə başqa cür etməliyəm. Bankçılıq və ya ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim. Çox insan ölür. ABŞ lideri sosial şəbəkə hesabında belə yazıb. Ümumilikdə isə Zelenskinin ofisi görüşü konstruktiv. Ağ Ev isə çox məhsuldar adlandırıb. Qeyd edək ki, bu ABŞ və Ukrayna prezidentlərinin 2025-ci ilin fevralında Ağ Evdə baş tutan gərgin danışıqlardan sonra ilk təması olub. Fevraldakı görüşdə isə Trump müharibənin davam etməsində Ukraynanın məsuliyyət daşıdığını dilə gətirərək Zelenskini diktator adlandırmışdı. Bu da iki lider arasında ciddi gərginliyə səbəb olmuşdu. Rugiyə Nəcəfli, Humay Cəfərova, Mira TV.